Sosial medyaya başlamaq mənim üçün biraz çətin görsənirdi. Lakin mən bütün fikirlərimi, bütün düşüncələrimi ortaq məxrəcə gətirib düşündüm ki, artıq sosial medyaya başlamaq vaxtıdır. Çünki günümüzün zamanəsində ən çox tələbat olan sahələrdən biri də sosial mediadır. Təbii ki, sosial mediada hər kəsin özünə xas kontentləri, özünə xas videolar olur. Və mən də gördüm ki, hər kəs artıq sosial mediada yerini tutub. Mən də sosial mediada özüm üçün fərqli bir situasiya yaratmağa çalışdım. Elə vaxtlar oldu ki, mənim videolarım çox bəyənildi, insanlar tərəfindən izləndi, hətta izləyicilərim artdı. Elə vaxt oldu ki, videolarım ümumiyyətcə kəşfiyyata düşmədi. Hətta bir çox videolarımızda görürsünüz ki, mən hal-hazırda əlimdə olan vəsaitlərdən istifadə edib video çəkməyə çalışıram. Yəni, bilirsiniz ki, peşəkar bir video yaradıcısının ən yaxşı edə biləcəyi şey, ən yaxşı vəsaitlərə sahib olmaqdır. Lakin məndə indi bunların hamısı olmadığından mən bacardığım videolar çəkirəm. İnşallah ki, gələcəkdə bundan daha yaxşılarını çəkəcəm, daha keyfiyyətli videolar. Lakin hal-hazırda olan məhdudiyyətlərin səbəbindən bir çox imkanlardan istifadə edə bilmirəm. Ancaq ki, bu məni yolundan döndərməyəcək təbii ki. Mən yenə də fəaliyyətimi davam etdirəcəm, sosial media aktivliyimi saxlayacağım və məni izləyən hər üçün hər zaman mütəmadi olaraq videolar çəkib paylaşacağım. Ümid edirəm ki, bu çəkdiyim əziyyətlərin qarşılığını görəcəm. İnşallah ki, məni izləyən insanlar mənim videolarımın mahiyyətini başa düşüb, ona görə məni dəstəkləyəcəklər. Çünki mən bəzi insanlar kimi sırf gündəmə gəlmək üçün uşaq hərəkətlər yaxud da səviyyəsiz hərəkətlər etmək istəmirəm. Ola bilər, zamanla məni tanıyan olar, yaxud da bu biraz xeyli zaman ala bilər. Ancaq elə insanlar var ki, ya TikTokda, ya YouTube'da misal üçün 2-3 video atır və bunlara baxırsan cəmiyyətə xeyir verməyən bir mövzulardır. Ancaq bu mövzularına qabağa gedib xeyli izləyici yığa bilirlər. Amma mən istəyirəm ki, sırf cəmiyyətə xeyirli olan, mənə xeyirli olan videolar sayəsində mən tanınmaq istəyirəm. Təbii ki, bu uzun zaman alacaq, ancaq ki, nəticədə mən öz əziyyətimin qarşılığını görəcəm. Sırf məni izləyən insanların sayəsində mən inanıram ki, bir gün bütün videolarım hər kəsin xoşuna gələcək və cəmiyyətə, insanlara xeyirli bir videolar çəkəcəm. Bacardığımı dəstək edəcəm və sizdən də xahiş edirəm ki, siz də bacardığınız dəstəyi mənə göstərəsiniz. Sağ olun, bayramınız da bir daha mübarək. Allah əmanında.